Ölkələrin maliyyə sistemində baş verən dəyişikliklər həmişə diqqət mərkəzində olan məsələlərdir və onlar həm də çox fəal tərzdə müzakirə obyektinə çevrilir. Çünki bilavasitə maliyyə sistemində gedən proseslər, dəyişikliklər insanların rifahına təsir göstərir, onların gələcəyi ilə bağlı artıq ipuclarını verir. Və təbii ki, bax bu sahədə həm də əsas vektorlar bir nöqtədə keçir. Burada söhbət iqtisadi artımdan gedir, milli təhlükəsizliyin qorunmasına ayrılan vəsaitlərdən gedir, digər tərəfdən də sabitliyin qorunmasından gedir. Və təbii ki, hər bir dövlətin daxili vəziyyəti həm də qlobal sistemlə əlaqəlidir. Çünki dünya bazarlarında baş verən işlər, sonra orada ziqzaqvari proseslər və s. artıq operativ reaksiyaları verməyə real bir vəziyyəti formalaşdırır. Salam hörmətli tamaşaçılar, həqiqətən də bu sahədə gedən proseslər həm də islahatlarla bağlıdır. Çünki Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyev məhz maliyyə sistemində olan islahatlara çox böyük önəm verir və digər tərəfdən də onlar həm də insanlarımızın sosial rifahına təsir göstərir. Bu günləri bu məsələlərlə bağlı biz artıq söhbətimizi Azərbaycan Respublikasının Maliyyə Naziri Sahil Babayevlə aparacağıq. Sahil müəllim, mən sizi bir daha salamlayıram və həm də nəzərə çatdırıram ki, biz bu müsahibəni həmkarlarımızla birlikdə Azərtac Agentliyinin nümayəndəsi Abbasəli Yadigar ilə birgə aparacağıq. Belə, hörmətli tamaşaçılar, çox maraqlı mövzulara toxunuruq bu günləri biz və xahiş edirəm ki, diqqətinizi bizdən əsirgəməyəsiniz. Sahil müəllim, ilk olaraq ilin 4 ayı artıq arxada qalıb və ilkin nəticələr var və digər tərəfdən də iqtisadi dayanıqlıq kontekstində sonra əldə olunmuş nəticələr barədə siz necə məsələni xarakterizə eləyərdiniz? İlk öncə xoş gördük. Mən də hər kəsi salamlayıram və artıq siz belə deyək, giriş nitqinizdə maliyyə sisteminin və onun iqtisadi təsirlərlə bağlı önəmli vektorlara toxundunuz, önəmli istiqamətlərə toxundunuz və Azərbaycanda bugün həyata keçirilən sosial-iqtisadi siyasətə biz nəzər saldıqda, makroiqtisadi sabitliyin qorunması ilə bağlı görülmüş işlərə nəzər saldıqda, ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən bu işlərin, bu tədbirlərin nə dərəcədə böyük uğurlu nəticələrə malik olduğunu görürük. Bugün Azərbaycanın makroiqtisadi sabitliyi tam qorunur. Azərbaycanın makrofiskal sabitliyi qorunur, dayanıqlığı qorunur və Azərbaycan iqtisadiyyatının inkişafı üçün Azərbaycanın maliyyə sistemi geniş imkanlar yaradır. 4 ayın nəticələrinə baxdıqda biz görürük ki, bizim ümumi daxili məhsulumuz təqribən 40 milyard manata bərabər olubdur. Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu 0,7% artıbdır, real rəqəmlərlə biz götürdükdə. Eyni zamanda bir sıra istiqamətlərdə çox ciddi nəticələr əldə etmişik. Xüsusilə qeyri-neft sənayesine biz diqqət saldıqda burada biz real rəqəmlərlə 7,2%lik bir artım görürük. İnformasiya rabitə sahəsində biz 9%lik artım görürük. Ticarətdə 3,7%lik, nəqliyyatda 4,5%lik artım görürük. Əlbəttə, bütün bunlar ümumi çərçivə olaraq iqtisadi artım üçün həyata keçirilən işlərin bariz nəticələridir. Bu rəqəmlərin ilin növbəti dövrlərində daha geniş vüsət alacağını gözləyirik. Çünki maliyyə ilin başlanğıcında əsasən satsal və cari ödənişlərlə bağlı işlər həyata keçirilir və əsaslı xərclərlə bağlı, kapital xərclərlə bağlı, satın alma ilə bağlı xərclərlə bağlı isə prosedur addımları atılır. Müvafiq tenderlər keçirilir, satın alma prosedurları keçirilir və onların da aktiv şəkildə iqtisadi artıma töhfəsi ilin ikinci yarısından etibarən özünü göstərməyə başlayacaqdır. Makroiqtisadi və makrofiskal çərçivə baxımından biz baxdıqda eyni zamanda xüsusi olaraq biz strateji valyuta ehtiyatlarımızı qeyd etməliyik. Cari ilin 1 may tarixinə artıq Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard ABŞ dollarına çatıbdır. Bu bizim ümumi daxili məhsulumuzun 111% deməkdir. Yəni, dünyada çox nadir ölkə ola bilər ki, onun strateji valyuta rezervləri ÜDM-dən artıq olsun və Azərbaycan bu çərçivədə öz dayanıqlığını, öz sabitliyini tam şəkildə təmin edibdir. Əsas kapitala investisiyalarımız artıbdır. Qeyri-neft ixracı üzrə nominal rəqəmlərimiz artıbdır. Yəni, bütün parametrlər üzrə müsbət irəliləyişlər göz önündədir və mən düşünürəm ki, qarşıya qoyulmuş hədəfləri icra etdikcə biz daha yaxşı nəticələrdə birmənalı ruh görəcəyik. Paralel olaraq xarici dövlət borcumuz azalıbdır. İnflyasiya rəqəmimiz bizim hədəflədiyimiz 5,5 deməli faiz çərçivəsində 12 aylıq inflyasiya rəqəmimiz olubdur. Eyni zamanda əhalinin nominal gəlirləri 8,8% artıbdır.
Orta əmək haqqı Azərbaycanda 7%-dən artıq artıbdır və bu o deməkdir ki, sosial rifah göstəriciləri də təmin olunubdur. Yəni inflyasiyanın artımının 5.5% olduğu bir dönəmdə əhalinin gəlirləri 8.8% artımla inflyasiyanı üstələyib və onların real gəlirlərinin də artımı təmin olunubdur. Yəni makro çərçivədə bütün parametrlərimiz müsbət dinamikadadır və düşünürük ki, ölkə iqtisadiyyatının inkişafı üçün, sosial həyatın daha da yaxşılaşması üçün, əhalinin rifahı üçün bütün çərçivələr təmin olunubdur. Yəni ən əsası odur ki, yəni makro iqtisadi sabitlik qorunur, saxlanılır və onun da dinamik belə imkanları hələ öndə görünəcək. Bir mənalı olaraq. Buyurun, siz bir sıra rəqəmlər səsləndirdiniz, çox belə uğurlu rəqəmlərdir. Yəni təbii ki, bu rəqəmlərin alınmasında dövlət büdcəsinin icrası, səmərəli icrası daha böyük rol oynayır. Elə bununla əlaqədar bir sual vermək istərdik ki, cari ilin yanvar-aprel ayları ərzində icmal və dövlət büdcələrinin icrasını necə dəyərləndirərdiniz? Büdcə proqnozlarının icrası uğurla davam edir. Mən xüsusi olaraq vurğulayım ki, cari ildə bizim gəlirlərimiz 4 ay ərzində 13.6 milyard manat təşkil edib ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 100 milyon manat artıqdır. Həm Dövlət Vergi Xidməti xətti ilə, həm Dövlət Gömrük Komitəsi xətti ilə daxil olmalarda artım var, proqnozuna qarşı üstələmələr var. Bu da çox müsbət bir tendensiyadır. Eyni zamanda düşünürəm ki, ən böyük nailiyyətlərimizdən biri də Dövlət Neft Fondunun transferində ötən ilin ilk 4 ayına münasibətdə cari ildə təqribən 300 milyon manatlıq azalmaya nail olmağımızdır. Bunu mən düşünürəm ki, biz müzakirəmizin növbəti mərhələlərində daha geniş toxunacağıq, amma bugün bizim qarşımıza qoyulmuş ana hədəflərdən biri, büdcə siyasətinin ana parametrlərindən biri neftdən asılılığın azaldılmasıdır və bu çərçivədə dövlət büdcəsinin gəlirlərində neft fondunun transferlərinin azaldılması ana siyasət xətti olaraq müəyyən edilibdir və cari ilin ilk 4 ayında biz buna nail olmuşuq. Artıq bu ilin 4 ayı ilə keçən ilin 4 ayını müqayisə etdikdə neft fondundan transferlərin məbləği təqribən 300 milyon manat azalıbdır. Xərclər qisminə gəldikdə isə ilk 4 ayda 10,5 milyard manatlıq xərclər icra olunubdur və dövlət xəzinədarlıq orqanları vasitəsilə dövlət qurumlarımızın bütün sifarişləri operativ, şəffaf, sürətli şəkildə əksər hallarda 90%-in üzərində hallarda bir iş günü ərzində icra olunubdur və xərclərin ümumi icra dinamikasına baxdıqda ötən ilin analoji rəqəmləri görürük. Təqribən büdcə proqnozunun ilk 4 ay üçün 96,3%lik icrasıdır. Ötən ildə bu şəkildə olmuşdur və düşünürük ki, bu dinamikada növbəti dövrlərdə də özünü qoruyaraq saxlayacaqdır. Paralel olaraq qeyd edeyim ki, bu xərclərin böyük hissəsi ilk sualın cavabında da dediyim kimi cari xərclərə yönəlibdir. Təqribən 8 milyard manatlıq bir hissə cari xərclər segmentidir. Təqribən 2 milyardlıq bir hissə isə əsaslı xərclər segmentidir. Növbəti dövrdə əsaslı xərclər segmenti daha da artaraq davam edəcəkdir və təqribən 600 milyon manatlıqda biz dövlət borcuna xidmətlə bağlı xərcləri icra etmişik və Azərbaycanın xüsusilə xarici dövlət borcunun azaldılması istiqamətində addımlarımız atılıbdır, borclarımıza vaxtı-vaxtında xidmət göstərilibdir. Bu dövlət büdcəsinin ana parametrləridir. Eyni zamanda bildiyiniz kimi biz hər il icmal büdcəmizi də tərtib edirik və onun icrasını da təmin edirik. İcmal büdcə ilə dövlət büdcəsinin fərqi ondan ibarətdir ki, icmal büdcəyə dövlət büdcəsi ilə yanaşı Dövlət Sosial Müdafiə Fondu, İşlikdən Sığorta Fondu, İcbari Tibbi Sığorta Fondu kimi digər fondlarımız da daxildir. İcmal büdcənin rəqəmlərinə biz nəzər saldıqda gəlirlərimizin təqribən 16 milyard manat, xərclərimizin isə 12 milyard manat olduğunu görürük. Burada çox ciddi bir profitsitimiz var və bu profitsit əsasən Dövlət Neft Fondunun gəlirlərində əks olunan profitsitdir. Çünki Dövlət Neft Fondunun büdcəsi də icmal büdcənin tərkib hissəsidir. Bütün bu istiqamətlər üzərində baxdıqda həm gəlirlər, həm xərclər kifayət qədər uğurla icra olunubdur. Bunun özü bir daha makro fiskal sabitliyimizin göstəricisidir, dayanıqlığımızın göstəricisidir və büdcə icrası ilə bağlı bugün hər hansı bir çətinliyimiz, hər hansı bir sualımız meydana çıxmır. Cənab nazir, bəlli olduğu kimi qeyri-neft sektorunun inkişafı bizdə strateji prioritet olaraq qalır və hər il biz artım müşahidə edirik və bax bu ilin 4 ayında daxil olmalarda hansı dinamika müşahidə olunur? Ümumiyyətlə, büdcə siyasətinin ana xətlərindən biri məhz qeyri-neft gəlirlərinin artırılması idi. Və biz 26-cı il
və növbəti 3 il üçün çərçivəni hazırlayıb Milli Məclisə təqdim edən zamanı da qarşımıza qoyduğumuz ana hədəflərdən biri o idi ki, hər il Azərbaycanın qeyri-neft gəlirləri dövlət büdcəsində artmalıdır, neft gəlirləri azalmalıdır və büdcə xərclərinin artan tələbatı məhz bizim qeyri-neft gəlirlərimiz hesabına təmin olunmalıdır. Çünki bu bizim dayanıqlığımızdır, bu bizim gələcək inkişafımızdır, gələcək nəsillərə neft resurslarının, neft fondu resurslarının qorunub saxlanmasıdır. Və bu prizmadan yanaşdıqda ilk 4 ayın nəticələri də kifayət qədər uğurludur. Cari ildə bizim qeyri-neft gəlirlərimiz proqnoza nisbətən təqribən 77 milyon manat artıq icra olunubdur. Öncəki ilə, yəni 25-ci ilə nisbətən isə bu 5% çoxdur, yəni 372 milyon manat çoxdur. Cəmi 4 ayda artıq biz bu dinamikanı görürük ki, bizim qeyri-neft gəlirlərimiz ciddi bir artımla davam edir. Paralel olaraq bizim dövlət büdcəsində qeyri-neft gəlirlərinin payı da artıbdır. Əgər ötən ilin ilk 4 ayında qeyri-neft gəlirləri təqribən 53% idisə dövlət büdcəsinin gəlirlərində, artıq ilk 4 ayda biz 57,4%-ə çatmışıq. Və mən düşünürəm ki, bu tendensiya davam etdikcə də Azərbaycanın büdcə gəlirlərinin içində qeyri-neft sektorunun payı getdikcə daha ciddi şəkildə artacaqdır. İkinci bir ana istiqamət isə bu sahədə qeyri-neft gəlirləri ilə bağlı icmal büdcənin qeyri-neft baza kəsiri indikatorudur. Bilirsiniz, dünyanın bütün ölkələrində dövlət büdcələri defisitlə, kəsirlə tərtib olunur. Və Azərbaycanın da dövlət büdcəsində, habelə icmal büdcəsində də biz nəzər saldıqda bütün beynəlxalq parametrlərə, çərçivələrə tam uyğun olaraq bizim dövlət büdcəmiz 2,3%lik bir kəsirlə tərtib olunmuşdur. Və bu həm beynəlxalq parametrlərə uyğundur, həm Azərbaycanın makro səviyyədə dayanıqlığının ən gözəl göstəricilərindən biridir. Amma paralel olaraq biz neft qiymətlərinin, qaz qiymətlərinin volatiliyini və digər faktorları nəzərə alaraq ikinci bir indikator da özümüz üçün müəyyən etmişik. Bu indikator icmal büdcənin artıq, yəni dövlət büdcəsindən kənarməhz icmal büdcənin dövlət sosial müdafiəsi daxil olmaqla, işdən sığorta daxil olmaqla, icbari tibbi sığorta xərcləri daxil olmaqla, Naxçıvan büdcəsi daxil olmaqla, bütün bu büdcələrin daxil olduğu vahid icmal büdcəmizin xərclərində və gəlirlərində neft amilini tam kənara qoyaraq qeyri-neft baza kəsirimizi müəyyən edirik. Və bu indikator üzərindən də biz sağlamlaşmağımızı tam şəkildə təmin etməyə çalışırıq. Gözəl nəticə ondan ibarətdir ki, cari ilin 4 ayında bizim icmal büdcənin qeyri-neft baza kəsiri də öncəki illə müqayisədə təqribən 2% bəndə azalıbdır. Əgər keçən ilin 4 ayında icmal büdcənin qeyri-neft baza kəsiri 19%-in üzərində idisə, artıq bu rəqəm cari ildə 17,6%-ə düşübdür. Bunun özü də aparılan siyasətin, sağlamlaşmanın, fiskal sektorun neft amilindən asıllığının azaldılmasının ən gözəl göstəricilərindən biridir. Mən növbəti dövr üzrə, 27 və sonraki dövr üzrə hədəfləri də açıqlayanda bu indikatora xüsusi önəm verəcəyik. Çünki bu indikatorun aşağı salınması Azərbaycan büdcəsinin, Azərbaycanın makrofiskal siyasətinin və çərçivəsinin, o cümlədən makroiqtisadi çərçivəsinin neft sektorundan asıllığının minimallaşdırılması deməkdir. Çünki biz qeyri-neft gəlirləri ilə xərclərimizin təminat səviyyəsini artırdıqca, artıq neftin və ya qazın beynəlxalq bazarlarında qiymətindən asıllığımızı itiririk. Biz artıq öz deməli gəlirlərimizi qeyri-neft sektorundan qazanırıq, öz xərclərimizi ona uyğunlaşdırırıq və bu çərçivədə özümüzün maliyyə dayanıqlığımızı növbəti dövr üçün tam şəkildə təmin edə bilirik. Sağ olun, siz elə neft və qazın qiymətlərinə toxundunuz. Bu məqamda bir məsələni qeyd etmək istərdim. Bildiyimiz kimi bu ilin əvvəlindən qlobal iqtisadiyyatda baş verən qeyri-müəyyənliklər, siyasi gərginliklər, eyni zamanda yaxın şərqdə baş verən münaqişə nəticəsində enerji daşıyıcılarının qiymətləri kəskin şəkildə artıb. Eyni zamanda bu maliyyə bazarlarında da dalğalanmalara səbəb olub. Yəni bu proseslər ölkəmizə nə vəd edir? Əlbəttə, burada təsirləri birmənalı qiymətləndirmək olmaz. Burada biz həm bu çağırışların, bu yeni geosiyasi hadisələrin bizə müsbət və mənfi tərəflərini tam şəkildə düzgün qiymətləndirməliyik.
Birinci çox açıq görünən təsir əlbəttə müsbət təsir olaraq neftin və qazın qiymətinin qalxmasıdır. Bilirsiniz, Azərbaycan dövlət büdcəsində neftin qiymətinin orta çəkili qiyməti Azəri-Light nefti üçün $65 olaraq müəyyən edilmişdi. İlk 4 ayın Azəri-Light satışın orta qiymətinə baxsaq, təqribən $91,5 olmuşdur. Və birmənalı olaraq bu bizim neft fondunun gəlirlərinə çox müsbət təsir göstərir və neft fondunun rezervinin artmasına təsiri birmənalı olaraq var. Eynilə də qaz qiymətlərinə baxsaq, yenə də dövlət büdcəsində nəzərdə tutulmuş rəqəmlərə nisbətən daha yüksək qaz qiymətləri, qaz satışı qiymətləri var və bu da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərir. Yəni bir tərəfdən bizim gəlirlərimiz artır və bu rəqəmlərin müsbət təsirləri əlbəttə ki, imkan verəcək ki, biz dövlət büdcəsinin gəlirlərini daha optimal idarə edək. Çünki yenə də qayıdıram dövlət büdcəsinin ana parametrlərinə, istənilən dövlət büdcəsi kəsirlə tərtib olunur. O kəsirin maliyyələşdirilməsi üçün də həmin il üçün borclanma nəzərdə tutulur ki, həmin kəsir borclanma vasitəsilə təmin olunsun və bizim əlavə gəlirlərimiz imkan verəcək ki, cari il ərzində borclanmanı, yeni borclanmanı, əlavə borclanmanı minimallaşdıraq. O gəlirlər məhz həmin kəsirin örtülməsinə istifadə olunsun. Ona görə də bu bizim müsbət segmentimizdir. Paralel olaraq neft gəlirlərinin böyük hissəsi isə məhz neft fondunun rezervinin artımına gedəcəkdir. Amma bu təkcə müsbət effektlərlə məhdudlaşmır. Bu eyni zamanda zəncirvari şəkildə müxtəlif bizim üçün yeni çağırışlar da yaradacaqdır. Geosiyasi gərginliklər, dəyər zəncirlərinin qırılması, logistika zəncirlərinin qırılması əlbəttə dünyada inflyasiya trendlərini gətirəcəkdir. Və birmənalı olaraq bu bizə ithal inflyasiyaya təsir edəcəkdir. Azərbaycan qlobal bazarlardan kənar bir dövlət deyil. Azərbaycan tam inteqrasiya olunmuş, qlobal dəyər zəncirinə inteqrasiya olunmuş bir ölkədir və birmənalı olaraq dünya üzrə əgər bu logistik zəncirlər qırılırsa, qiymət artımları baş verirsə, bu bəlli bir mərhələdən sonra ölkəmizə ithal inflyasiyası olaraq da təsir edəcəkdir. Yəni ithal olunan malların qiyməti qalxacaqdır və bu inflyasiya artıran bir təsir göstərəcəkdir. Digər bir tərəfdən, bayaq dediyim kimi, biz maliyyə bazarlarının aktiv iştirakçısıyıq və dövlət büdcəsinin gəlir xərc segmentinin tənzimlənməsi üçün həm bir tərəfdən cari sərbəst vəsaitlərimizi investisiya edirik, digər tərəfdən isə kəsirin bağlanması üçün borclanmalarımızı həyata keçiririk və ya mövcud borcların təkrar maliyyələşməsini həyata keçiririk və bu tipli geosiyasi çağırışlar birmənalı olaraq maliyyə bazarlarına təsir edir, faiz xərclərini artırır və bu şəkildə də müəyyən çağırışlar bizim üçün yaranacaqdır. Üçüncü bir istiqamət olaraq mən real sektora olacaq böyük təsiri düşünürəm ki, qeyri-neft ixracı ilə bağlı hiss edəcəyik. Çünki xüsusilə bugünkü geosiyasi hadisələr Körfəz ölkələrində baş verir və ya Rusiya-Ukrayna istiqamətində baş verir. Həm Körfəz ölkələri, həm MDB məkanı bizim qeyri-neft ixracımızda önəmli rol daşıyır. Və logistik zəncirlərdə problemlərin yaranması əlbəttə ki, qeyri-neft sektorunda olan ixracımıza mənfi təsir göstərəcəkdir. Qeyri-neft sektorunda logistik xərcləri artıracaqdır. Bəzi hallarda isə təhlükəsizlik nöqteyi nəzərindən həmin bazarlara bizim çıxışımızı məhdudlaşdırır və məhdudlaşdıracaqdır. Ona görə də bu aspekt də dəyərləndirilməlidir. Mən düşünürəm ki, növbəti dövrlərdə biz mütəmadi olaraq makro səviyyədə bu qiymətləndirmələri hökumətə təqdim edəcək və düşünürük ki, birlikdə bu çağırışların minimallaşdırılması, sahibkarlarımıza müvafiq dəstəyin göstərilməsi və növbəti dövrdə adekvat addımları atmağımız üçün də biz öz planlarımızı, tədbirlərimizi müəyyən edəcəyik. Sələm müəllim, xarici və daxili bazarlanma siyasətində çox böyük dəyişikliklər baş verir və nəzərə alsaq ki, həm də daxili bazarlara dəstək tədbirləri də həyata keçirilir. Bax, burada bütün bu proseslərin hamısının maliyyə dayanıqlılığına təsirləri necə xarakterizə edilə bilər? Tofiq müəllim, ümumiyyətlə xarici borclanma siyasətimizə ümumi toxunaq. İlk suala cavabda qeyd etdiyim kimi, Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir. Bizim ümumi dövlət borcumuz, ümumi daxili məhsulumuzun ilin sonuna 20% ətrafında olacaqdır. Bugünkü rəqəmimiz daha aşağıdır. İlin sonuna tərəf
biz bəzi müəyyən borclanmalar edəcəyik ki, büdcə xərclərini tam şəkildə təmin edək. Və bu nöqteyi nəzərdən dünyada ÜDM-in 20%-ə qədər borcuna malik olan ölkə sayı çox azdır. Əksər ölkələrdə bunlar ÜDM-in 100%-nə qədər çatır. Bu borcun daxilində ən önəmli rəqəmlərdən biri isə bizim xarici borcumuzun ümumilikdə ÜDM-in təqribən 6.3% olmasıdır. Bu ən yaxşı göstəricilərdən biridir və əgər biz ötən illə müqayisə eləsək, cari ilin 1 may tarixinə bizim xarici borcumuz əlavə 8%-ədək də azalıbdır və bu parametr nöqteyi nəzərindən bugün Azərbaycanın sabit göstəriciləri bir mənalı olaraq nümunəvidir. Amma biz bu göstəriciləri növbəti dövrdə qoruyub saxlaya bilməliyik. Ona görə də bizim 30-cu ilə qədər yeni strategiyamız hazırlanıb və bu strategiya çərçivəsində biz 2030-cu ilə qədər Azərbaycanın ümumi borcunun 30% çərçivəsində saxlanılmasının tərəfdarıyıq. Düşünürük ki, ana hədəfimiz bu olmalıdır. ÜDM-in 30%-nə qədər olmalıdır borcumuz və bu Azərbaycanın maliyyə dayanıqlığının ən gözəl təminatlarından biri olacaqdır. Əlavə olaraq bu 30%-in daxilində də xarici borcumuzu biz qiymətləndiririk ki, bunun cəmi 40% olmalıdır. Yəni xarici bazarların volatilliyindən asılılığımızı tənzimləmək üçün biz düşünürük ki, bizim xarici borclanma limitimiz daha da konservativ olmalıdır və ümumi ÜDM-in 30%-in daxilində ümumi borcumuzun cəmi maksimum 40%-i bizim xarici borcumuz olmalıdır. Düşünürük ki, bunlar çox təhlükəsiz lövbərlərdir və bu lövbərlərin qorunması əlbəttə ki, Azərbaycanın maliyyə dayanıqlığı baxımından çox önəmlidir. Digər tərəfdən biz dəyişkən faizli borcların sabit faizli borclara nisbətini də daim nəzarətdə saxlayırıq və çalışırıq ki, bizim borc portfelimizdə dəyişkən faizli borcların payı çox böyük olmasın. Risklərimizi hər zaman düzgün qiymətləndirə bilək. Digər bir tərəfdən dövlət istiqrazları ilə borclanma zamanı onların orta ödəmə müddətini artırmaya çalışırıq. Əgər bizim dövlət istiqrazları ilə borclanmamızda öncəki dövrlərdə daha çox 1, 2, 3 illik istiqrazları idisə, artıq biz 5, 7, 10 illik istiqrazları da bazara təqdim etdik və beləliklə dövlət istiqrazlarının orta ödəmə müddətini biz 3 dəfəyə yaxın artıra bildik. Bu da bizim üçün önəmlidir, çünki bu da borcun idarə edilməsində təhlükəsizlik lövbərlərindən bir mənalı olaraq biridir. Paralel olaraq biz düşündük ki, dövlət büdcəsi çox dinamik bir mexanizmdir. Dövlət xəzinəsi çox dinamik bir mexanizmdir. İlin bəlli dövrlərində dövlət xəzinəsində bizim sərbəst vəsaitlərimiz əmələ gəlir. Bəlli bir dönəmdə xərclər artdığı dönəmdə isə əlbəttə ki, bu sərbəst vəsaitlər xərclərə yönəldilir. Ona görə də bu dinamik hadisəyə uyğun gələn analoji bir mexanizm də yaradıldı və Nazirlər Kabinetinin qərarı ilə biz xəzinənin sərbəst vəsaitinin depozit hərracları vasitəsilə bazarlara yerləşdirilməsinə başladıq. Bu proses keçən ildən başladı. Cari ildə onun bazasını daha da genişləndirdik. O depozitlərdə iştirak edə biləcək bankların, maliyyə institutlarının sayını da artırdıq və bu bizə imkan verir ki, biz bir tərəfdən xəzinənin qalığını yerləşdirərək ondan vəsait əldə edək. Digər bir tərəfdən isə ölkəmizin maliyyə bazarlarına töhfə verək, onlar üçün əlavə maliyyə mənbəyi yaradaq və əlbəttə ki, banklarımız da bu maliyyə mənbəyindən istifadə edərək maliyyə alətlərinin əhalimiz üçün daha da əlçatanlığını artıra bilsinlər. Eyni zamanda xəzinənin valyuta qalığını isə biz Mərkəzi Bank və Neft Fondu vasitəsilə qısa və orta müddətli investisiya edərək onların da gəlirliyini təmin etməyə çalışırıq. Bu mexanizmlər çərçivəsində təkcə keçən il biz 120 milyon manata yaxın əlavə gəlir əldə etmişdik xəzinə olaraq. Cari ildə bu rəqəmin daha da artıq olacağını biz düşünürük və bu mexanizm bizə imkan verəcək ki, həm sabit gəlirlərimizi biz təmin edək, həm də ölkəmizin maliyyə bazarlarına öz dəstəyimizi verək. Paralel olaraq isə həm mövcud borclarımızın təkrar maliyyələşdirilməsi və həm yeni borclanmalarımız üçün də dövlət istiqrazları mexanizmindən istifadə edərək eyni zamanda bizim maliyyə bazarımızdan bu alışları da həyata keçirdirik və burada da həm gəlirlik əyrisinin formalaşmasına biz dəstək veririk, maliyyə bazarlarının aktivləşməsinə dəstək veririk, eyni zamanda istiqraz bazarının ölkəmizdə daha da genişlənməsinə dəstək veririk. Paralel olaraq biz borclanma baxımından təkcə dövlət borcu üzərindən yox, eyni zamanda dövlət müəssisələrimizin dövlət zəmanətli borclarının müvafiq tənzimlənməsini təkmilləşdirməyə çalışırıq.
və dövlət zəmanəti olmadan dövlət müəssisələrinin götürdüyü borcların da tənzimlənməsinə çalışırıq. Çünki yekunda dövlət müəssisələri dövlət zəmanəti olmadan belə borclanmaya getdikdə bu gələcək üçün bizim üçün müəyyən çağırışlar yaradıla bilər. Ona görə də burada beynəlxalq təcrübədən çıxış edərək dövlət müəssisələrimizin ümumi borclanma portfelinin də ən yaxşı beynəlxalq normativlərə uyğun tənzimlənməsi üçün mexanizmləri hazırlayırıq və düşünürəm ki, bütün bu kompleks hədəflər bizə imkan verəcək ki, həm dövlət borcumuzu, həm dövlət zəmanətli borcumuzu, həm də dövlət zəmanəti olmayan dövlət müəssisələrinin borcu segmentinin hər birinin təhlükəsizliyini təmin edək, Azərbaycanın gələcək maliyyə dayanıqlığı, makrofiskal dayanıqlığı, makroiqtisadi dayanıqlığı üçün hər hansı bir təhlükə yaratmamasını təmin edək. Sanırım, yəni siz innovativ mexanizmlərdən istifadə edirsiniz də. Bunlar sırf Azərbaycan mütəxəssislərinin sizin rəhbəriniz altında gedən reformaların bir nəticəsi kimi qiymətləndirilə bilər də, yəqin ki. Təşəbbüslərin böyük əksəriyyəti mən xüsusi olaraq vurğulayım ki, bu Cənab Prezidentin tapşırıqlarıdır. Çünki Cənab Prezident maliyyə sahəsində həyata keçirilən siyasətin ana prinsiplərini müəyyən edərkən dayanıqlığı, təhlükəsizliyi, makroiqtisadi və makrofiskal çərçivənin düzgün müəyyən edilməsini və borc dayanıqlığının xüsusi prinsiplər olaraq müəyyən etmişdi. Bu prinsiplərdən irəli gələrək də biz müxtəlif beynəlxalq təcrübələri araşdırdıq, beynəlxalq maliyyə institutlarının tövsiyələrini araşdırdıq və onlar çərçivəsində yeni mexanizmlərin tətbiqinə başladıq. Mən düşünürəm ki, mərhələlərlə təqdim olunan bu mexanizmlərin nəticələri artıq görünür və qarşıdakı dönəmlərdə bu nəticələr daha da artacaqdır. Sağ olun, görülən işlərdən danışdıq. Bir qədər də istərdim qarşıdakı proqnozlardan danışaq. Yəni, məlum olduğu kimi, aprel ayında İqtisadi Şuranın iclası keçirildi. Yəni, iclasda 2027-ci il və növbəti 3 il üzrə makroiqtisadi və sosial inkişaf konsepsiyası, həmçinin büdcə proqnozları müzakirə edildi. Yəni, qeyd edilən dövr üzrə büdcə siyasəti nədən ibarət olacaq? Aprel ayında artıq 27-ci il və növbəti 3 ilin əsas büdcə parametrləri İqtisadi Şura tərəfindən bəyənilərək Maliyyə Nazirliyinə tapşırıq verildi və biz iyul ayında bu parametrlərin bir daha təkrar işlənmiş versiyasını hökumətə təqdim edəcəyik. Sentyabr ayında isə 27-ci il üzrə tam büdcə, o növbəti 3 il üzrə isə əsas parametrləri artıq hökumətin tam təsdiqinə təqdim edəcəyik. Növbəti dövr üzrə Azərbaycanın büdcə siyasətinin ana parametrlərini müxtəlif istiqamətlər üzrə bölə bilərik. Gəlirlər bölməsində əlbəttə ki, bizim ana istiqamətimiz biznes mühitinin dəstəklənməsi, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların təşviq edilməsi və bu kimi alətlər vasitəsilə xüsusilə bizim qeyri-neft gəlirlərimizin artırılmasına yönəlmiş siyasət olacaqdır. Fiskal siyasət dedikdə, fiskal siyasət təkcə xərc siyasəti deyil. Fiskal siyasət həm də gəlir siyasətidir. Və biz büdcə vasitəsilə sahibkarlığı dəstəkləyərək, investisiyaları təşviq edərək, biznes mühitinin inkişafına müvafiq şərait yaradaraq gələcək bazamızı formalaşdırırıq. Çünki sahibkarlıq inkişaf etdikcə, investisiyalar ölkəyə gəldikcə, bu gələcək dövrdə daha çox vergi, daha çox gömrük, daha çox rüsum və digər dövlət gəlirləri deməkdir. Xərc siyasəti parametrində isə əlbəttə ki, bizim birinci siyasətimiz, strateji sənədlərimiz, uzunmüddətli fiskal dayanıqlığımız, dövlət və icmal büdcəsinin xərc səviyyəsinin və xərc parametrlərinin beynəlxalq parametrlərə uyğunlaşdırılması və bu kimi hədəflər olacaq. Nəticə əsaslı büdcə mexanizmə mərhələlərlə keçid olacaqdır. Bilirsiniz, artıq biz bir çox sektorlarımızı nəticə əsaslı büdcə mexanizminə keçirdirik və düşünürəm ki, 30-cu ilə qədər də biz bunu tamamlayacağıq. Bütün büdcəmiz artıq proqram əsaslı, nəticə əsaslı büdcə mexanizmi çərçivəsində təmin oluna biləcəkdir. Paralel olaraq bizim ana prioritetlərimiz var. Bu prioritetlərimiz də daim xərc siyasətimizdə qorunacaqdır. Birincisi, ölkəmizin müdafiə qabiliyyəti, ölkəmizin təhlükəsizliyinin təmin olunması, onun bütün xərc təminatı hər zaman dövlət büdcəsində qorunacaqdır. Böyük qayıdış proqramımız bizim vətəndaşlarımızın layiqli şəkildə azad olunmuş ərazilərimizə qayıtmasının təmin edilməsi və ona görə də böyük qayıdış proqramının təminatı hər zaman büdcəmizdə olacaqdır.
Sosial rifah tədbirləri ölkə başçımızın rəhbərliyi, təşəbbüsü ilə daim həyata keçirilən sosial islahatların maliyyə təminatı büdcəmizdə olacaqdır. İnvestisiya, dövlət investisiya portfeli. Yəni bu kimi bizim ana prioritetlərimiz, parametrlərimizdə həm 27-ci il, həm də ondan sonraki dövrdə tərtib olunan büdcə parametrlərimizə daxil edilir. Paralel olaraq biz ciddi şəkildə üzərində işləyəcəyik bu dövr üçündə ki, Azərbaycan dövlət büdcəsinin neftdən asılılığını mərhələlərlə biz azalda bilək. Artıq bayaq biz 26-cı il nəticələrinə toxunduq. Mən növbəti dövr üzrə rəqəmləri demək istəyirəm. Dövlət büdcəsində neftin payı əgər keçən il 48% idisə, cari ildə bu pay biz proqnozlaşdırırıq ki, 42-43% enəcəkdir icrada. Proqnozda 42-6%dir. İcrada biz düşünürük ki, 42-43% arasında aralığında olacaqdır. 30-cu ilə biz bu rəqəmin cəmi 30% olmasını planlaşdırırıq. Bu çox ciddi bir dəyişiklikdir dövlət büdcəsində. Cəmi 5 illik bir dönəmdə 48%-dən 30%-ə qədər enir və dövlət büdcəsinin artıq 70%-i qeyri-neft gəlirləri hesabına təmin olunacaqdır. İcmal büdcəyə baxdıqda analoji mənzərəni görürük. Əgər keçən il bu rəqəm 44,8% idisə, yəni 45% idisə, bu il biz planlaşdırırıq ki, bu rəqəm 37-38%-ə düşəcəkdir. 30-cu ilə isə bu rəqəm yenə də 30-31% aralığında olacaqdır. İcmal büdcə rəqəmlərində də biz neftin payının bu qədər ciddi şəkildə azaldılmasına biz nail olacaqsa, bu artıq o deməkdir ki, nəinki dövlət büdcəsi xərclərini, eyni zamanda sosial xərcləri, tibbi xərcləri, işdən sığorta xərclərini və digər bu kimi fondların xərclərini də biz əsasən qeyri-neft sektoru hesabına təmin edəcəyik. Bayaq geniş danışdığımız bizim qeyri-neft baza kəsiri məsələsi. Cari ildə dediyim kimi rəqəm olaraq biz təqribən 16-17%lik bir aralığı gözləyirik. 2030-cu ilə biz bu rəqəmi 11%-ə qədər azaltmağı planlaşdırırıq. Və faktiki olaraq Azərbaycanın qeyri-neft baza kəsiri icmal büdcə üzrə cəmi 10-11%-ə düşəcəkdir. Bu da bizim dayanıqlığımız və növbəti dövrdə neftin və ya qazın volatil qiymətindən asılı olmamız üçün çox önəmli bir hədəfdir, çox önəmli bir lövbərdir. Digər bir istiqamət cari xərclərimizin təmin olunması səviyyəsi. Dövlət büdcəsi bildiyimiz kimi cari xərclərdən ibarətdir, əsaslı xərclərdən ibarətdir və borca xidmət xərclərindən ibarətdir. Çox önəmli faktor ondan ibarət ki, cari xərclər əsasən qorunan xərclərdir. Bunlar əmək haqqı xərcləridir, sosial ödənişlərdir və s. Bu xərclər hər zaman müdafiə olunmalıdır. Və biz nail olmaya çalışırıq ki, bugün bizim cari xərclərimizin 92%-i qeyri-neft gəlirləri hesabına örtülür. 30-cu ilə planımız ondan ibarətdir ki, bu rəqəm 102% olacaq. Yəni, istənilən krizis, böhran halında cari xərcləri bizim qeyri-neft gəlirlərimiz tam şəkildə bağlayacaqdır və bu da bizim dayanıqlığımızın bir ana istiqamətlərindən biri olacaqdır. Bu siyasətin davamı olaraq Dövlət Neft Fondunun transferinin azaldılması siyasəti aparılır. Keçən il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 8,5 milyard dollar idi. Cari ildə bu rəqəm 7,5 milyard dollardır. 30-cu ilə biz bu rəqəmi 5,5 milyard dollara gətirməyə çalışırıq. Beləliklə biz transferin məbləğini də ciddi şəkildə azaldırıq və bu ikinci bir imkan açır qarşımızda. 30-cu ilə bizim proqnozlaşdırdığımız neft fondunun rezervləri və onun idarə olunmasından gələn gəlir böyük ölçüdə transferti bağlayacaq. Yəni, yenə də biz artıq neft qiymətlərindən, qaz qiymətlərindən asılı olmayacağıq. Çünki neft qiyməti cari ilin, 30-cu ilin, 31-ci ilin, 32-ci ilin neft qiymətlərinin neçə olmasından asılı olmayaraq, neft fondunda toplanmış resurs, onun idarə etməsindən gələn gəlir imkan verəcək ki, transferti böyük ölçüdə bağlayaq. Və biz faktiki olaraq artıq mövcud rezervimizin idarə olunması gəlirləri ilə öz ehtiyaclarımızı tam qapadacağıq və de facto bu dividend siyasəti deməkdəndir. Çünki artıq neft fondu öz rezervlərini investisiya edərək qazandığı pulu dividend olaraq dövlətə ödəyir, dövlət büdcəsinə və artıq biz karbohidrogenlərin satış qiymətindən asılılığımızı tam şəkildə ləğv edə biləcəyik. Yəni, siyasətin ana istiqamətləri, ana lövbərləri ona yönəlib ki, biz 30-cu ilə qədər addım-addım dayanıqlığımızı gücləndirək, fiskal çərçivəmizi gücləndirək, fiskal siyasətimizi
daha sağlam təməllər üzərində qura bilək və dünya bazarlarının volatilliyindən azad olaq. Amma biz heç bir zaman öz xərclərimizi də azaltmırıq. İllər üzrə proqnozların hər birində dövlət büdcəsinin xərcləri artaraq davam edəcəkdir. Ölkəmizin qarşısında olan təhlükəsizlik çağırışları, iqtisadi inkişaf çağırışları, sosial rifah çağırışları, investisiya çağırışları, bunların hamısı təmin olunacaqdır. Paralel şəkildə bu siyasətin aparılması, bir tərəfdən çağırışların ödənməsi, büdcə xərclərinin cəmiyyətin, iqtisadiyyatın inkişaf templərinə uyğun şəkildə inkişaf etdirilərək aparılması, digər tərəfdən isə sağlamlaşdırılması, daha dayanıqlı olması əlbəttə ki, Cənab Prezidentin həyata keçirdiyi siyasətin ən böyük nəticələrindən, ən böyük istiqamətlərindən də biridir. Bu ölkəmizin makroiqtisadi sağlamlığıdır, bu ölkəmizin makrofiskal sağlamlığıdır, bu ölkəmizin gələcək dövrlər üçün yaradılan münbit bir şəraiti deməkdir. Cənab nazir, bəllidir ki, dövlət maliyyəsinin idarə olunma sahəsi islahatlar məkanıdır və burada da bir neçə əsas vəzifələr var. Əsas istiqamətlər hansılardır və daha çox diqqəti nəyə yönəldirsiniz? Ümumiyyətlə, biz düşünürük ki, qeyd etdiyim ümumi siyasətdən, maliyyə siyasətindən yanaşı, biz eyni zamanda icra proseslərinin də sürətləndirilməsinə, şəffaflaşdırılmasına, daha səmərəliləşdirilməsinə böyük diqqət ayırırıq. Cənab Prezidentin müvafiq fərmanı ilə yaradılmış rəqəmsal dövlət maliyyəsi sistemi artıq işə düşübdür. Biz büdcənin proqnozlaşdırılmasından tutmuş, büdcənin icrası, xəzinədarlığın fəaliyyəti, risk əsaslı yoxlama meyarları, bütün bu elektron platformaları vahid baza üzərində yaradırıq və mərhələlərlə onlar işə salınır. Və bugün artıq büdcə proqnozlaşdırılmasının böyük bir hissəsi elektron platformalar üzərindən həyata keçirilir. Xəzinədarlıq elektron sistemi ciddi şəkildə yenidən təşkil olunur və artıq biz xəzinədarlıq ödənişlərinin bank hesablarında olduğu kimi maksimum bir gün ərzində icrasını təmin etmişik. Mən düşünürəm ki, yeni sistemin, yeni elektron sistemin ilin sonuna qədər tam işə düşməsi ilə bu müddət 2 saata qədər enəcək. Çünki biz xəzinədarlıq sistemini bir clearing sistemi olaraq qiymətləndiririk və düşünürük ki, mərhələlərlə elektron platformanın genişləndirilməsi ilə bizim benefisiar sifarişlərimiz, yəni xəzinədən istifadə edən dövlət qurumlarının potensialını inkişaf etdirərək, onlar üçün müvafiq elektron həlləri təqdim edərək, ödəniş müddətini ümumiyyətlə 2 saata qədər azalda biləcəyik. Digər bir tərəfdən biz elektron müqavilə portalını artıq istifadəyə vermişik və dövlət satın almaları ilə büdcə vəsaitləri hesabına satın alınan bütün müqavilələr artıq elektron tərtib olunur. Aprel ayından etibarən bütün dövlət qurumlarımız bu sistemə qoşulub və müqavilələrin elektron tərtib edilməsi, elektron imzalanması bir tərəfdən özəl sektor üçün çox böyük əlçatanlıq yaradır, şəffaflığı artırır, data bazanı genişləndirir, tərəfimizdən aparılacaq analitik imkanları genişləndirir və eyni zamanda dövlət büdcəsinin gəlirləri və xərclərinin optimallaşdırılmasına xidmət edir. Digər bir tərəfdən biz dövlət aktivlərinin və öhdəliklərinin mərkəzləşdirilmiş uçotunun GRP sisteminin qurulmasına başlamışıq. Burada biz beynəlxalq təcrübəni ciddi şəkildə araşdırdıq. BMT tərəfindən ən yüksək nəticə göstərmiş bir sıra sistemləri təhlil etdik və GRP platforması üzərindən bizim həm aktivlərimizin, həm də öhdəliklərimizin mərkəzləşdirilmiş uçotunun qurulmasına başladıq. Düşünürəm, bu proqramda təqribən bir il yarım ərzində böyük ölçüdə yekunlaşdırılacaqdır və artıq biz 28-ci il dövlət büdcəsinin hazırlanması zamanı büdcənin 60%-nə qədər hissəsi elektron sistem tərəfindən tərtib oluna biləcəkdir. Çünki biz bütün aktivləri, bütün öhdəlikləri elektronlaşdırdıqdan sonra növbəti dövr üzrə həmin aktiv və öhdəlik balansı üzərindən büdcə proqnozlaşmasını sistemlər hazırlaya biləcəkdir. Bu şəffaflığın artırılmasına, obyektivliyin artırılmasına, büdcə əlçatanlığı qurumlarımız üçün bütün bu parametrlər üzrə də çox yaxşı bir nəticə göstərəcəkdir. Cənab Prezidentin tapşırığı ilə müvafiq dövlət müəssisələrinin həm dividend siyasəti, dividend qaydaları, həm də monitoring qaydaları təsdiq olundu. Bu qaydalarda dövlət təkcə büdcə vəsaiti baxımından yox, ümumiyyətlə məsələlərə dövlət maliyyəsi baxımından yanaşmamıza bir
imkan yaradır. Dövlət maliyyəsi baxımından yanaşdıqda isə biz dövlət şirkətlərimizin büdcəyə aid olmayan vəsaitlərinin də ümumi uçotunu qurmağa başlayırıq və mən düşünürəm ki, həm onların dividendlərinin artması bir tərəfdən bizim qeyri-neft gəlirlərimizin artımına təsir göstərəcəkdir. Digər tərəfdən isə onların mütəmadi elektron auditinin aparılması, elektron monitorinqinin daha doğrusu aparılması, onların sağlamlaşdırılması baxımından da bizim üçün çox ciddi bir resurs olacaqdır. Və əlbəttə ki, vətəndaşlarımız üçün büdcə açıqlığını genişləndirmək baxımından biz vətəndaşın büdcə bələdçisi, elektron büdcə portalı kimi portallar yaratdıq. Onlar artıq Nazirliyin saytı vasitəsilə ictimai üçün açıqdır. Hər bir vətəndaşımız büdcə portalı vasitəsilə Azərbaycan dövlət və icmal büdcəsi haqqında istədiyi bütün məlumatları 24 saat baxa bilər, icrasını izləyə bilər, proqnozları görə bilər, bütün istiqamətlər üzrə bölgülərlə tanış ola bilər. Paralel olaraq biz Nazirlikdə İctimai Şuranı yaratdıq. Bütün istiqamətlərimiz, mühasibat uçotundan tutmuş büdcə tərtibinə qədər, investisiya siyasətindən tutmuş dövlət aparatı saxlanmasına qədər, xəzinədarlıq sistemindən tutmuş maliyyə monitorinq sisteminə qədər, bütün sahələrdə hazırlanan təklifləri, islahatları, hər birini biz İctimai Şuramızın üzvləri ilə birgə müzakirə edirik. Onların tövsiyələrini, onların təkliflərini də soruşuruq və əlbəttə ki, birgə iştirakçılıqla hazırlanan bu kimi islahatların nəticələrinin də daha uğurlu olacağını düşünürük. İcmallaşdırsaq, dövlət maliyyəsinin və büdcə siyasətinin, büdcə icrasının inkişafı əlbəttə ki, bu hökumətin kollektiv fəaliyyətidir. Bu tək bir nazirliyin işi deyil. Bu, hökumətin hazırladığı və hökumətin icra etdiyi bir proqramdır. Və bu proqramın uğurlu olması üçün Maliyyə Nazirliyi tərəfindən bir tərəfdən sifarişçi, büdcə proqnozu üçün sifarişçi dövlət orqanlarımız üçün müvafiq təminat yaradılmalıdır. Digər bir tərəfdən isə yaradılmış təminatın, yəni proqnozun icrası üçün onlar üçün mexanizmlər təmin edilməlidir. Üçüncü bir tərəfdən də büdcə vəsaitlərinin ünvanlı, səmərəli və vaxtında icrasının təmin olunmasına nəzarət etməlidir. Bütün bu hər üç ana istiqamət üzrə tərəfimizdən müvafiq elektron həllər təmin olunur və düşünürəm ki, qısa müddət ərzində rəqəmsal dövlət maliyyəsi informasiya sistemi tam fəaliyyətə başlayacaqdır. Bugün nəzərdə tutduğumuz proqramların təqribən yarısı artıq istifadəyə verilibdir. Digər yarısı aktiv şəkildə hazırlanır. Düşünürəm ki, qısa bir müddət ərzində bütün digər proqramlarda tam istifadəyə veriləcəkdir. Belə ki, yəni hesabatlılıq prinsipi də burada ən üstün tutulan bir normadır. Bir mənalı, ümumiyyətlə, büdcə vəsaiti və ya dövlət maliyyəsi bir neçə mərhələdən keçir. Proqnozlaşdırma mərhələsi, icra mərhələsi və hesabatlıq mərhələsi. Və yekunda da hökumət olaraq biz parlament qarşısında hər il öncəki ilin büdcəsinin hesabatını veririk. Və maddə-maddə hər bir xərc haqqında hökumət tərəfindən, o cümlədən Maliyyə Nazirliyi tərəfindən həm parlamentə, həm hesablama palatasına, həm də digər aidiyyatı qurumlara ətraflı icmal məlumatlar təqdim olunur. Çox sağ olun, cənab nazir. Minnətdarıq iştirakınıza görə, sonra cavablarınız tam dolğun və mən elə başa düşürəm ki, bizim tamaşaçıların da maliyyə savadlılığına siz böyük bir dəstək verdiniz bu günləri. Minnətdarıq sizə və uğurlar arzulayırıq. Çox sağ olun. Təşəkkür edirəm. Belə, hörmətli tamaşaçılar, Hədəf proqramının bugünkü qonağı Azərbaycan Respublikasının Maliyyə Naziri Sahil Babayev idi. Çox sağ olun ki, siz bizə diqqət yetirdiniz və salamat olun.